Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli amma ba'd. Əmrin cözmə, sonra isə sizə Allah Teala'dan haqq təqvasına qorxmağı nəsihət edirəm. Çünki bu nəsihət bizdən də xeyirli nəsillərin bir-birlərinə ötürdüyü bir vəsiyyət idi, təqva idi. Çünki Allah Teala öz kitabında təqva ilə, yəni müttəqiləri tərifləyib və müttəqi, yəni təqvanın əlamətləri var, səbəbləri var. Təqva kiçik bir mərtəbə deyil ki, ona rahatlıqla bir müsəlman çatsın. Bəli, təqvaya çatdıran əməllər rahatdır, amma bir xeyridir. Və Allaha həmd olsun ki, biz Ramazana yetişdirib və Ramazanda da o əməl üçün səbəblər var. O təqvaya yaxınlaşdıran, təqvanı müsəlmana asanlaşdıran əməllər var. Və o əməllərdən də müsəlmanları yedizdirməsidir. Yedizdirmək və içizdirmək. Çünki Allah Teala öz kitabında dəfələrcə bəzi ayələrdə yedizdirməyi və içizdirməyi, müsəlmanları yedizdirməyi və içizdirməyi xeyir əhlinin, hətta əbrar, yəni cənnət əhlinin sifətlərindən vurğulayıb. Və Allah Teala öz kitabında buyurur ki: "Və yud'imuna at-ta'ama ala hubbihi." Əl-ayə. Allah Teala buyurur ki, onlar ki öz sevdiklərindən Allah yolunu yedizdirərlər. Və bu cənnət əhlinin sifətlərindəndir. Göstərir ki, cənnətə salan, yəni cənnətə salan əməllər təqvaya aparan əməllərdir. Və təqva da səbəbdir ki, müsəlmanın cənnətə düşməyinə. Və Allah Teala buyurur ki: "Və yut'imuna at-ta'ama ala hubbihi." Əl-ayə. Öz sevdiklərindən Allah yolunda xərcləyərlər, yəni yedizdirərlər, daha doğrusu. Və Allah yolunda yedizdirmək görsənir ki, müsəlmanı yaxınlaşdırır təqvaya. Təqva, yəni ki, gizlində və aşkarda qorxmaq. Çünki aşkarda qorxmaq rahatdır. Amma gizlində qorxmaq da çətindir. Çünki münafiqlər də əslən aşkarda Allah Teala'dan qorxurdular. Hətta münafiqlər də belə. Çünki onlar da namaz qılırlar az da olsa və bəzi əməllər var idi. Amma əsl təqva isə gizlində olan təqvadır. Və həmçinin də Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm Ayşə radiyallahu anhədən soruşur ki, möminlərin anasından soruşur ki, onlara yemək üçün bir quzu gətirirlər. Və deyir, nə qaldı? Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm möminlərin anasından, Əbu Bakr radiyallahu anhunun qızından, möminlərin birinci əmirin qızından soruşur. Və Ayşə radiyallahu anhə deyir ki, bizə yalnızca qabaq budu qaldı, qabaq ayağı qaldı qızının. Ondan başqa heç nə qalmadı. Və Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, xeyr Ayşə, bizə də elə o qaldı. Bizə verdiklərimiz, yəni Allah yolunda verdiklərimiz, yedizdirdiklərimiz qaldı. Əgər Muhammed sallallahu aleyhi ve sellemin ehtiyacı var idi o ibadətlərə, bəs yerdə qalanlar necə? Çünki Muhammed sallallahu aleyhi ve sellemin keçmiş gələcək günahlarını Allah Teala bağışlayıb. Əslən o günahkar olmayıb. Əslən günahkar olmadığı halda Allah Teala onu bağışlayıb. Əgər o ehtiyacı var idisə, əgər onun Muhammed sallallahu aleyhi ve sellemin bu ibadətlərə ehtiyacı var idisə, bəs yerdə qalan müsəlmanlar, ona tabi olanlar necə olsun bəs? Və həmçində Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem deyərdi ki, hətta xurmanın yarısını belə olsa Allah yolunda xərclə. Və Allah Resulü deyir ki, ittaqun nar, yəni oddan qurtar. Subhanallah, hətta ola bilsin ki, xurmanın yarısını xərcləmək insanı oddan qurtarırsa, bəs müsəlmanları yedizdirmək və çizdirmək insanı oddan qurtarar, yoxsa qurtarmaz. Qurtarar. Təbii ki, ixlaslara, Allah yolunda eləyənlərə. Çünki Allah Teala Muhammed sallallahu aleyhi ve sellem Bəni İsraildən bir qadının, asi bir qadının məsəlini çəkir. O qadının ki, o pişiyə su verir. Və onun səbəbi ilə Allah Teala onu bağışlayır. Düzdür, qadın tövhid əhli idi. Allah şərik qoşan deyil. Sadəcə fasıq idi. Asi idi Allaha. Və fikirlər, Allah Teala pişiyə su verən bağışladı. Məgər Allah Teala müsəlmanları yedizdirən və içizdirən bağışlar yoxsa bağışlamaz. Bağışlayar. Ona görə görürsünüz, dərsin əvvəlində deyildiyi kimi, təqvaya aparan amillər rahatdır. Məsələn, yedizdirmək. Sən kimisə yedizdirəndə çiynində bir yük düşmür. Sən kimisə yedizdirmək üçün, müsəlmanları yedizdirmək üçün gecələr qalxıb hansısa bir vaxt namaz qılmalı deyilsən. Əslən, təbii fitrətə rahat gələn bir əməldir. Təqvaya aparan əməllər rahatdır, amma təqvanın özünü qazanmaq çətindir. Çünki hər bir özünə Allahdan qorxuram deyən, hər bir təqvaya nisbət edən təqvalı ola bilmir. Yəni tam təqva ola bilmir. Və bizim də xavariclərin təbii ki, fərqimiz buradadır. Xavariclər deyərlər ki, insan ya təqvalıdır, ya kafirdir. Və biz isə deyirik ki, insan ya təqvalıdır, ya təqvasının naqisliyi var, ya da ondan sonra kafir ola bilər. İman yoxdursa təbii ki, əlavə bir fayda olaraq. Yəni ona görə qardaşlarım, bu Ramazan bir fürsətdir. Ramazan bir fürsətdir. Təbii ki, Ramazan fürsətdir müsəlmanları yedizdirməyə, çizdirməyə, hətta imkanı olmayanlara da belə.
Hətta imkanı olmayanlar belə hərdən bəzi müsəlmanlar fikirləşirlər ki, yalnızca bahalı bir şeylər olmalıdır ki, Allah yolunda xərcləyək. Amma elə deyil. Yalnız Allah yolunda xərcləməyə bahalı yeməklər lazım deyil. Allah yolunda xərcləməyə kiməsə qarnını doyuracaq yeməklər də belə kifayət edir. Hərdən görürsən bəzi müsəlmanlar bundan belə aciz qalırlar. Çünki şəriətlə bir müsəlmana iftar vermək, bir müsəlmanı yedizdirmək urfa qayıdır. Yəni həmən qövmün adət-ənənəsinə qayıdır, adətinə qayıdır. O da hansı adətdir? Həmən qövmdə yemək sayılan şeylər və insanın qarnını doyurduran şeylər. Yəni təbii ki, bir kilo xurmanı alıb 100 nəfərin qabağına qoymaq artıq o deyil. Sədəqədir sadəcə olaraq. Amma artıq o əcrə çatmır. Çünki Allah Taala ədalətlidir. Allah yolunda malından çox xərcləyib o əziyyəti çəkənlə, yəni biraz bir şeylər xərcləyib o əziyyət çəkən bir ola bilməz axı. Allah ədalətlidir. Və Allah Taala'dan istəyirəm ki, bizi bu Ramazanda o xeyirlərə çatdırsın. Yəni müsəlmanları yedizdirmək, içizdirmək və müsəlmanların ən böyük ehtiyacları, ümumiyyətlə insanın ən böyük ehtiyaclarından yemək və içmək. Çünki Allah Taala kitabında qadağan etdi səfehlərə malı xərcləməyi. Amma səfehləri yedizdirmək və içizdirməyi Allah Taala qadağan etmədi. Səfeh yəni o adamdır ki, bilmir hara xərcləmək lazımdırsa. Yəni səfeh yerlərə xərcləyir malını. Onlara nəqd olaraq pul vermək şəriət qadağan elədi. Allah Taala buyurur ki: "Və la tu'tu amwalakum lis-sufaha." Əl-ayə. Allah Taala buyurur ki, səfehlərə pul verməyin. Amma hətta o səfehlərə qadağan etmədi Allah Taala yedizdirmək və içizdirmək və geyindirməyi. Hətta onlara belə, səfehlərə də belə. Ona görə əzəmətli ibadətdir. Təqvaya səbəb olan ibadətdir. Cənnət əhlinin sifətindən də o ibadət ki, müsəlmanları yedizdirmək və içizdirmək. Allah Taala'dan istəyirəm ki, bizi bu xeyrə çatdırsın və bu xeyrin üzərində bizi sabit saxlasın. Və istər gizlin olsun, istər aşkar olsun və Allah Taala'nın yolunda yedizdirib içizdirmədən biz etsin. Çünki hərdən aşkarda ibadət etmək gizlində ibadət etməkdən xeyirli olur. Əsl budur ki, Allah yolunda sədaqə yedizdirmək yəni sədaqə etməkdir. Allah yolunda sədaqə vermək əsli odur ki, gizlində olmalıdır. Amma hərdənsə aşkarda etmək üstün olur. O da Allahdan qorxan artıq onu seçə bilər. Allahdan qorxan seçə bilər ki, nə zaman gizlində onda fayda verir və nə zamansa aşkarda onda fayda verir. Məsələn, iftar məclislərinin açıq-aşkar olması özü gizlində verməkdən üstündür. Çünki özü bir dəvətdir. Başqaları baxıb səndən ibrət götürəcəklər. Çünki biz bilirik ki, dinimizə baxanda görürük ki, nəinki bizim etdiyimiz ibadətlər, hətta səbəb olduğumuz ibadətlərə belə o ibadətlər qədər savab yazılır. Əgər kimsə sənə baxıb iftar verəcəksə, o iftar verən nə qədər əcr qazanırsa, və sənə o qədər yazılacaq. Ona görə görünür ki, hərdən ibadətləri aşkarda eləmək üstündür. Allah Taala'dan istəyirəm ki, gizliyimizi, aşkarımızı islah eləsin və bizi bu dünyada ən əzəmətli kəlmə olan La ilahə illallah Muhammed Rasulullah kəlməsinin üzərində sabit saxlasın, möhkəm saxlasın və bizi o kəlmənin üzərində rızamızı alsın və ailərimizin həmçinin. Allah Taala dövlətimizi qorusun, ordumuzu qorusun və kim ki onlara xeyir istəmir, şər istəyir, zərər istəyirsə, istər yaxın olsun, istər uzaq olsun, fərq eləməz. Allah Taala onların öz zərərlərini özlərini musallat eləsin. Amin ya Rab. Əncün Allah bilir və subhanakallahumma bihamdik, əşhədu an la ilaha illa ente, estəğfirukallahu və etûbü ileyk. Bəli.